Dostum, daha bir maraqlı mövzu var bugün. Deməli, özün haqqında nə deyirsənsə, bu səni reallığa çevirir. Bu metafizikanın qanunudur. Həyatda yaşadığımız həyatın qanunudur. Sən nəyi özünə deyərsən tez-tez, bunu şuur altına yazarsan və reallığa çəkərsən. Özünə yaxşı deyərsən, bu reallaşar. Özünə dediyin ssenarini reallaşdırarsın. Özünə pis deyərsən, həyatın pisləşər. Ona görə dostum, özünə dediyin sözlər çox vacibdir. Çünki bizim beynimiz proqramlaşdırılır. Biz özümüzə nə deyirik, beyni proqramlaşdırırıq. İndiyənə kimi sənə deyilənlər, sənə negativ deyilənlər sənin beynini proqramlaşdırıb. Və sən onlara inanırsan. Çünki boş olaraq beynində o fikirlər fırlanır. Və sən elə bilirsən ki, bu sənsən. Amma bu sən deyilsən. O beynin fikirlərini saxlayıb, öz sözlərini, öz həyatına yürütmək istədiyin, öz beynivə, şəxsiyyətivə, daxilivə yürütmək, salmaq istədiyin şeyləri başlayırsan deməyə səhər, günorta, axşam, işdə, yolda, hər bir yerdə. Yatmadan əvvəl ən əsası. Çünki yatmadan əvvəl teta valnalara keçir beyin, şuur altına proqram yazmaq daha yaxşıdır. Ona görə yatmadan qabaq özünə daha çox o sözləri demək daha sərtdir və yuxudan həmən duran kimi ilk bir neçə dəqiqənin ərzində o sözləri özünə demək daha yüksək effekt verir. Sən bunu başlayanda beyin ilk növbədə sənə qarşı çıxacaq. Çünki beyin öyrəşib başqa formaya, başqa sözlərə, başqa inanca. Buna inanmayacaq beyin. Sənə fikirlər verəcək ki, bunun əksini, ki, səni yolundan eləsin, amma sənin şuurun var axı. Sən artıq qərar qəbul edirsən. Və beyinə başa salmalısan ki, burada ağa sənsən və beyin sənin köməkçindir. Çünki beyinə öz zona komfortadan çıxmaq xeyr eləmir. O səni yerində saxlamaq istəyir. Çünki onun üçün stressdir. Onun funksiyası səni qorumaqdır. O elə bilir ki, sən təhlükəyə gedirsən, nəyisə dəyişməklə. Ona başa salmaq lazımdır ki, sən özünü, həyatını yaxşılaşdırmaq üçün bunu eləyirsən. Ondan sonra beyin başlayacaq sənə qulaq asmağa və öz sözlərini təkrar-təkrar, eyni, qısa olaraq özünə deməyə başlayırsan. Beyin belə işləyir. Təkrar-təkrar olunan fikirləri yeni neyronlar yazılır və yeni neyronlar bir-birindən əlaqəyə keçir və buna inanmağa başlayır və bu səni reallığa keçir. Tez-tez özünə, məsəl üçün, nə etmək istəyirsənsə deyə bilərsən. Məsəl üçün, tez-tez özünə həyatını, hansı tərəfi, hansı zəif nöqtəvi gücləndirmək istəyirsənsə, o söz deyirsən. Məsəl üçün, mən necə eləyirəm? Bir vərəqə yazıram, bir vərəqdə mənim sözlərdir ki, təkrar-təkrar hər dəfə ayrı-ayrı şeylərə beyin fikirləşməsin. Eyni nöqtələrə vuruş eləyə bilim. Misal gətirirəm. Mən sağlamam. Tez-tez deyə bilərsən. Mən sağlamam. Mən bacarıqlıyam. Mən aktivəm. Mən formadayam. Mən sevilirəm. Mən sevirəm. Mən insanlığa xeyir gətirirəm. Məsəl gətirirəm. İndi ağlıma gələn random şeyləri gətirirəm, deyirəm. Bu sənin özü o. Mən çoxlu pul qazandıram. Pul qazanmaq istəyirsən, çoxlu pul qazandır. Məni qızlar sevir. Məsəl üçün, sən qızları istəyirsənsə, qızlar səni sevsin, deyə bilərsən ki, məni qızlar sevir. Məni insanlar sevir. Mən insanlara öz xeyrimi verirəm. Mən sağlamam, mən xoşbəxtəm, mən güclüyəm. Həyatımda hər bir şey məni yaxşılaşdırmaq üçün baş verir. Hər gün inkişaf edirəm, uğurluyam, xoşbəxtəm, sevilirəm. Təkrar-təkrar. Bunların hamısı sənin beyninin proqramına yavaş-yavaş yazılır və bir müddətdən sonra reallığa gələcək. O demək deyil ki, sən bugün dedin ki, mən tutaq ki, buyam, axşam o olmalıdır və yaxud sabah, səhər o olmalıdır. Yox, elə bir şey yoxdur. Vaxt çəkən bir şeydir, metafizikanın qanunudur. Bizim özümüzü düşündüyümüz və reallığımıza çəkdiyimiz bir şey bir müddət sonra baş verir, yavaş-yavaş. Və hərdən elə olur ki, sən bir şey arzu edirsən, arzun bir neçə müddət ərzində olmur, həvəsdən düşürsən, yadından çıxır, üstündən bir neçə müddət keçir, görürsən ki, həmin arzu reallaşdı. Ona görə dostum, həm ciddi almaq lazımdır bu həyatı, başqa videolarımda da danışıram. Həyatı oynaya-oynaya, bir oyun kimi baxıb, yəni bu konseptlə
bu baxış bucağından həyata baxanda həyat gözəl olur. Özünə hər gün gözəl sözlər deyirsən. Sən özünə gözəl sözlər demədin, beyin yığdığı neqativlərin hamısını sənə deyəcək özün haqqında. Başına bir situasiya gələcək, deyəcək ki, sən bacarıqsızsan, tupoysan, bunu eləyə bilmədin. Amma bu sən deyilsən, o beyindir, ona inanmaq lazım deyil. Sən onu yazırsan, sən proqramları təzədən yazmalısan ki, sən bacarıqlısan, sən uğurlusan, sən nəyi eləyirsənsə yaxşı olur. Sən hara gedirsənsə ora xoşbəxtdir, orada yaxşı enerji var, xoş enerji var. İnsanlar səni sevir, sən insanları sevirsən, hamı ilə gözəl münasibətdəsən, işdə uğurlusan, ailədə uğurlusan, xoşbəxtsən, ətrafında, həyatında, yaşayışında hər şey gözəldir. Özünü belə proqramlaşdırırsan dostum. Sən özünə bir proqram kimi baxsan, yəni sən təsəvvür edə bilmirsən, inana bilmərsən bəlkə də, amma sənin beynin çox böyük bir proqramdır və o proqramı yenidən işləmək lazımdır. Əfsuslar olsun ki, bütöv həyatı boyu səni başqa cür öyrədiblər, əksinə öyrədiblər, pis sözlər deyiblər. Bilirsən, bizim mentalitetdə elədir ki, 10 dənə düz eləyərsən, onu dəyərləndirməzlər, bir dənə səhv eləyərsən, onun üzvə vuarlar, pisləyərlər. Və o insanı elə öyrədir ki, sən fokuslanırsan avtomatik pisə. Bu sənin günahın deyil. Sadəcə bunu dərk elə. Biz, yeni pokoleniya, bundan sonra bunu dəyişə bilərik. 10 dənə pis eləyirsə, bir dənə yaxşı eləyirsə, bir dənə yaxşını dəyərləndiririk. Onda böyüyən uşaq da, böyüyən insan da başlayır fokusunu verməyə yaxşıya. Ona görə dostum, bu çox vacibdir. Özünlə danışmaq çox vacibdir və özünə yaxşı proqramlar yazmaq çox vacibdir. Çünki sənin həyatını, gələcəyini bəlirləyir. Əgər sən həyatını boş, öz axarına buraxmaq istəmirsənsə, orada sənin başına hər bir şey gələ bilər. Öz əlində saxlamaq istəyirsənsə, nə mənada öz əlində? Onsuz da hər şey Allahın əlindədir. Biz Allaha öz həyatımızı, öz gələcəyimizi, yəni Allaha güvənirik. Allah bizi aparır bu yolla. Yəni söhbət onda getmir. Amma sən proqramlar yazırsan, axı sənə şuur verir ki, sən özünə proqramlar yaz. Sən öz həyatını sənə seçim azadlığı verib və seçim azadlığı eləyirsən. Ona görə dostum, özünə deyilən sözlər mütləqdir. Pozitiv sözlər demək lazımdır. Hərdən ola bilər ki, beynin pis söz atdı, elə bilərsən sən də sözü özünə deyirsən, xeyr, qəti şəkildə bunu eləmək olmaz. Həmən beynimə baş salırsan ki, bu mənim fikrim deyil, bu sənin yazılan proqramındır, mən bu proqramı silirəm, əvəzində onu yazıram ki, mən xoşbəxtəm, mən sağlamam, mən bacarıqlıyam, mən nəyi eləyirəmsə uğurluyam, mən formadayam, mən hər əlimi nəyə atıramsa o iş gözəl alınır. Bu qədər sadə. İndi özünə uyğun yaz, afirmasiyalardır, yəni buna afirmasiya deyirlər, bəziləri başqa sözlər deyir, nə deyirlər, yəni yaz. Burada bir vacib məqam da var dostum, sən sözləri boş yox, hərəkətlə də dəstəklənməlisən. Məsəl üçün, sən sağlamsansa, deyirsənsə, sağlamlıq üçün nəsə eləməlisən. Gəzməlisən, yeməyi azaltmalısan. Bilirsən, sözün dalınca hərəkət gəldi. Gəldisə alınır, gəlmədisə boş sözdür. Ona görə hərəkətlə təsdiqlənməlisən. Sağlamsansa gəzirsən, çıxırsan axşam yarım saat, 45 dəqiqə, 1 saat gəzirsən, gəzə-gəzə özünə təkrar deyirsən ki, mən sağlamam, mən idmanla məşğulam, mən formadayam. Sən bunu deyə-deyə, sən hərəkəti də dəstəkləyirsən. Sən o sözü dəstəkləyirsən və o hopur bədənində. Ona görə hərəkətlə də mütləq şəkildə tamamlamalısan onu. Çünki yaddan çıxartma, bu dünyada arzu eləyib boş-boş divanda uzanmaqla o arzular reallaşmır. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bərəkət tək pul mənasında yox, reallaşmaq mənasında da gedir. Sən bir sözü, inancları, proqramları özünə yazırsansa, onu hərəkətlə dəstəkləməlisən, oturtmalısan sistemə, beyin sistemi və bədən sistemi. Biz funksiya olaraq bir yerdə işləməliyik. Yəni, beyin, ruh, bədən. Biz bir-birimizi harmoniyada saxlamalıyıq. Sən beyin şuurla tutaq ki, deyirsən ki, beyinə ki, mən sağlamam, gedib zirzibil yeyirsənsə, idman eləmirsənsə, sən özünü stresə salacaqsan, sən narahatçılıq yaşayacaqsan. Sən deyirsənsə sağlamam, qərar qəbul eləməkdən başlayır hər şey dostum. Sən qərar qəbul eləməlisən ki, artıq mən həyatımı dəyişirəm, proqramlarımı dəyişirəm. Ondan sonra hər söz deyəndən sonra attığım addımları da dəyişdirməlisən. Və hərəkətlərlə dəstəkləməlisən. Söz demək asandır. Əsas növbətə gəlir hərəkətlə dəstəkləmək. Hamı danışıb deyə bilər ki, hə,
bu sözləri öz-üzə deyin. Amma demirlər ki, hərəkətlə sən onu tamamlamalısan, vurmalısan, nöqtə vurmalısan. Hərəkətlə də eləyəndə özün-özünə deyirsən ki, mənə halaldır. Mən bunu elədim. Və hər dəfə proqramı yazırsan, yenilirsən, yaşlaşırsan, update edirsən. Bir müddətdən sonra sənin yaşayış tərzin, sənin üçün normal bir şeydir. Sən bunsuz yaşaya bilmirsən, dostum. Ona görə başda qərar ver ilk növbədə. Qərar verirsənsə də, yəni güclü ol, axıra kimi get, yolun axırına kimi get ki, sən yolu yarımçıq qoymayasan. Çünki yarımçıq olanda özünə hörmətin düşəcək, özünə inamın düşəcək, həyatdan olan arzuların düşəcək aşağı. Ona görə mütləq şəkildə bir sözü deyirsənsə, o sözün dalınca getməlisən və hərəkətlə dəstəkləməlisən. Proqram yazırsansa, hərəkətlə dəstəkləməlisən. Yazıb deyirsənsə, mən formadayam, idman eləməlisən, gəzməlisən, gözəndə özünə deyirsən, mən formadayam. Yemək yeyəndə deyirsən ki, mən gözəl yeməklər yeyirəm, yemək yeyəndə keyfiyyətli yeməklər yeyirəm, yemək yeyəndə keyfiyyətli yeməklər yeyə-yeyə o sözləri özünə təkrarlayırsan. Da yemək yeyə-yeyə telefona baxmırsan, onunla bundan söhbət eləmirsən. Yemək yeyəndə yeməyə fikir vermək lazımdır. Çünki yeməyin özü də bir meditativ haldır, meditasiyadır. Biz yeməkdən zövq almalıyıq ki, biz doyaq. Sən ona görə doymursan ki, sən yemək yeyəndə yeməyin zövqünü yaddan çıxardırsan. Sən telefonda video baxırsan, televizorda nəyəsə baxırsan. Fikrin oradadır. Sən beynin yeməkdən zövq almağı yaddan çıxardır. Tap necə gəldi yeyirsən. İndi bu ayrı mövzudur, amma yenə də biraz da buna toxunum ki, sən də biləsən ki, yəni belə işləyir. Səni günahlandırmıram heç nədə, səni səhv öyrədib bilər. Sən bundan sonra şuurunu işə sal, həyatını dəyiş yaxşıya doğru. Çünki sənin yaxşıya doğru dəyişməyin sənin üçün yaxşıdır, ailən üçün yaxşıdır, sevdiklərin üçün yaxşıdır, ölkəmiz üçün yaxşıdır, dünya üçün yaxşıdır, Allah üçün yaxşıdır. Və ona görə dostum, özünə yaxşı sözlər de, proqramlarını gözəl yaz və həyat sənə gülsün. Uğurlar.